Dəvətiniz üçün təşəkkür edirəm Cəli xanım. Həqiqətən aktual mövzudur. Yanaşma çox fərqlidir. Bilirsiniz, yəni İranda baş verən münaqişənin, daha doğrusu İsrailin Birləşmiş Ştatlarla İranı bombalaması artıq 28 gündür davam edir və bu kontekstdə həqiqətən bu dünyanı maraqlandıran yeni bir sual var. Qələbə qazanılmasa və yaxud da ki, İsrail və İran, üzr istəyirəm, Birləşmiş Ştatlar hədəflərinə çatmasa, Birləşmiş Ştatların nüfuzu sarsılacaqmı? Burada bir çox belə deyək, yanaşmalar var. Mən hər şeydən öncə onu qeyd etmək istərdim ki, bugünkü yeni dünya adlandırdığımız və yaxud da ki, modern dünya dediyimizdə əslində qəbul etsə də, etməsə də bir Birləşmiş Ştatlar modelidir ki, istər yaxın şərq ölkələrinə, istər keçmiş post-sovet ölkələrinə, Türk dünyasına və sair ölkələrə belə deyək də yansıtılmaq istəyən bir modeldir. Bu öz yerində. Ümumiyyətlə dünyada Birləşmiş Ştatların nüfuzu məsələsinə gəlincə, burada müxtəlif yanaşmalar var. İslam dünyasında tam fərqli bir yanaşmadır. Beynəlxalq arenada fərqli bir yanaşmadır. Konkret olaraq yaxın şərqə, daha doğrusu Ərəb ölkələrinə gəlincə, baxın, açıq etiraf eləmək lazımdır. Birləşmiş Ştatların ümumilikdə nüfuzu heç də 2-ci Dünya Savaşının müharibəsindən sonra olan nüfuz deyil. Baxın, İraq və Əfqanistan savaşı Birləşmiş Ştatların nüfuzunu çox fərqli istiqamətdə aşağı doğru sözün əsl mənasında belə deyək də salıb. Xüsusən də İraq müharibəsi, daha doğrusu İraq işğalı, ondan sonra baş verən hadisələr, bu göydən yağan demokratiya anlayışı, İraqın bombalanması və mahiyyət etibarilə Ərəb dünyasından qoparılaraq İranla hədiyyə edilməsi sözün əsl mənası təbii ki, Birləşmiş Ştatların Ərəb dünyasında olan siyasi nüfuzunu demirəm, amma xalq arasında nüfuzuna çox ciddi təsir edib və bu mövcuddur. Amma İran müharibəsinə konkret olaraq sualınıza qayıtmaq istəyirəm. Əgər qalib gəlməsə Birləşmiş Ştatlar necə olacaq? Bir neçə versiya var. Təbii ki, ən yaxşı halda mən düşünürəm ki, soyuq müharibə dönəminə bu ən yaxşı halda qayıdış ola biləcək. Yəni, fərqli bloklar olacaq, qərb bloku olacaq, Birləşmiş Ştatlara yaxın şərqdə də bəzi qüvvələr, bir çox ərəb ölkələri də o blokun içində olacaq və belə deyək də fərqli bloklar. İkinci, xaos dönəmi olacaq. Yəni, hər bir ölkə kim güclüdürsə, o haqlıdır dönəmi ehtimallar arasında və bugün ərəb mediasında da ən çox müzakirə olunan mövzulardan biri də İranın vurulması yox, ərəb ölkələrinin vurulması yox, münaqişə, post-münaqişə dövrüdür. Digər bir tərəfdə sözün əsl mənası imperiyaların qayıdışı məsələsi gündəmə gələ bilər. Yəni, imperiyalar qayıdışı dediyimizdə təbii ki, burada Rusiyadan, Çindən və çox maraqlı bir şeydir. Bəlkə də qəbul olunmaz, amma bu mənim fikrimdir. Türkiyənin artan bölgədə nüfuzundan gedə bilər ki, bu da istisna olunmur. Yəni, bu dəqiqə dünyanın diqqəti əsasən İranda müharibə təbii ki, öz yerində, amma müharibə sonrası nə olacaq? Ərəb ölkələrinin vəziyyəti nə olacaq? Türkiyənin post-müharibə, münaqişə sonrası İrana bir yanaşması, ümumiyyətlə, yəni bu dövr necə olacaq? Bax, bugün əslində bu məsələlər çox müzakirə olunan məsələlərdən biridir. Mən bir şey qeyd edeyim, Jale xanım, əgər mümkünsə, təbii ki, qısa olaraq. Bugün çox danışılır Ərəb ölkələrinin münaqişəyə cəlb olunması məsələsi. Bəli, aydın məsələdir. Birləşmiş Ştatlar, İsrail istəyirlər ki, bu münaqişəyə digər ölkələr qoşulsun. Amma gəlin açıq etiraf edək və biraz daha obyektiv olaq. Bugün hansı ərəb ölkəsinin bu münaqişəyə qoşulma şansı var? Heç birinin. Yəni, nə Səudi Ərəbistanın, bəli, bunlar Azərbaycanla çox yaxşı münasibətləri olan ölkələrdir, diplomatik münasibətlərimiz var. Amma hərbi baxımdan bunlar İranla yəni heç bir halda üz-üzə gəlmək istəməzlər. Birləşmiş Ştatlar onlara dəstək olarsa necə? Baxın, Birləşmiş Ştatların onlara dəstəyi, Səudi Ərəbistanın nə Qətər, nə Birləşmiş Ərəb Əmirliklərinin hərbi potensialı imkan vermir ki, söhbət mülki və hərbi potensialdan gelir ki, İrana qarşı cəbhə açılsın. İraq ola bilərdi, amma bugün İraq siyasi baxımdan tam olaraq İranın nəzarəti altındadır. Misir ola bilərdi, çox uzaqdadır. Amma cəlb olunmaq üçün çalışılan bugün Türkiyəni bax bu münaqişəyə cəlb etmək
etmək istəyən qüvvələr var. Və mən bir şey də qeyd edeyim. Baxın, Türkiyənin də münaqişənin başından bu günə qədər fərqli ritorikalarını görmüş olduq. Yəni əvvəllər təbii ki, açıq bir şəkildə və bugün Türk mediasında İrana tam dəstək verilir. Bu ayrı bir məsələdir. Təbii ki, bu müzakirə mövzumuz deyil. Amma biz Xarici İşlər Naziri Hakan Fidanın danışıqlarından belə fərqli ritorikaları görmüş olaraq. Hətta bu yaxınlarda Riyadda olan görüşmədə İran rəhbərliyinə sual ünvanlandı ki, nə üçün Türkiyə ərazisi vurulur, nə üçün Ərəb ölkələri vurulur, nə üçün müsəlman ölkələr hədəf alınır. İranın atdığı raketlərin %83'ü məhz Fars körfəzi ölkələrini hədəf alıb. Bunların içində 3 raket Türkiyə atılıb, bilirsiniz. Azərbaycan, Naxçıvan ərazisi də hədəfə alındı. Bir dron hücumu oldu, 2 müxtəlif hədəf. Yəni bu suallar əslində bugün bax aktuallığını hələ də qoruyub saxlamaqdadır. Ərəb ölkələrinin bu münaqişədə tərəf kimi çıxış etmək aydın məsələdir ki, Birləşmiş Ştatlar sırasında olacaqlar əgər məcbur qalsalar. Amma burada onlar güc deyirlər. Yeganə bu güc olaraq Türkiyəni və təbii ki NATO blokunu münaqişəyə yəni cəlb etsələr, bəli, müəyyən dəyişikliklər ola bilər. Zaten Trump'ın da açıqlamaları var idi. Hətta bugün də bir açıqlama oldu ki, NATO'ya ihtiyacımız yoktu. Daha önce dedi ki biz NATO'nu 40 yıl besledik. Onlar bize arka çevirdiler vesaire. Dolayısıyla bütün bunlar gösterir ki hedefler bellidir. Diğer bir taraftan bu münaqişəyə yeni ölkələrin qoşulmasında maraqlı tərəflər var və bu da gizlədilmir. Bu müharibə həm də Birləşmiş Ştatların hərbi gücünü də ortaya qoydu və çox maraqlı, nə qədər də absurd səslənsə də belə ifadələr gəlir ki, Birləşmiş Ştatlar İranla bacarmır. Və indi Birləşmiş Ştatların hərbi gücünü bu şəkildə nümayiş etdirməsi başqa ölkələrində işinə yarayır. Söhbət yenidən Rusiya və Çinə gəlir. Yəni Rusiya və Çin Birləşmiş Ştatların İran müharibəsindəki bu siyasi addımlarından sonra və silah nümayişindən sonra, hərbi taktikasından sonra həm də sanki müəyyən özləri üçün lazım olanı götürürlər. Birləşmiş Ştatlar çətin vəziyyətdə necə addım atır? Bunu öyrənmiş oldular. Bu krizi özləri üçün necə bir fürsətə çevirə bilərlər qarşıdakı illərdə? Aydındır, çox gözəl sualdır Cəli xanım. Mən sizə bir şey deyim. Körfəz müharibəsi dönemində Saddam Hüseyin rejimini o qədər şişirdildilər ki bu Birləşmiş Ştatlar. Saddam rejimi doğrudan da düşündü ki elə dünyanın hakimi budur. Bu yaxın şərqdə yeganə hərbi güc budur və heç bir dövlət bununla Birləşmiş Ştatlar belə də bacara bilməyəcək. Yəni bu bir hərbi taktikadır. Birləşmiş Ştatlar bugün bütün potensialını istifadə edirmi İrana qarşı? Mən düşünmürəm. İsrail bugün bütün potensialını istifadə edirmi? Mən düşünmürəm. Bugün Birləşmiş Ştatların, daha doğrusu simasında Trump'ın nümayiş etdirdiği bir siyaset var. O siyaset nədən ibarətdir? Bir əldə kökə, bir əldə sopa. Yəni həm danışıqlar masasına gətirmək, bax, daha çətin vəziyyətə düşə bilərsən. Bilirsiniz, biraz daha obyektiv olar. Gəlin, bəli, İsrailə İran zərbələr endirir və bu zərbələr qarşılıqlıdır. Amma kim daha çox xəsarət alır məsələsinə gəlincə, İranda mülki itkilər İsraildə olan mülki itkilərdən daha çoxdur. Digər bir tərəfdən İranın, bilirsiniz, biz danışırıq məsələlərdən ki, bax, Birləşmiş Ştatlar İsrail hərbi əməliyyatlar keçirdi İranda, orada rəhbərlik öldürüldü. Amma İran hakimiyyəti daxilində boşluqdan nədənsə heç kim danışılmır. Heç kim demir ki, İran hakimiyyəti daxilində çox ciddi iki qrup var ki, bu qrupdan biri Birləşmiş Ştatlarla masaya oturmaq istəyir. Digər ikinci qrup isə ki, onların üzvləri tərk islah edildi, məhv edildi ki, onlar deyirlər ki, böyük şeytanla ki, Birləşmiş Ştatlar hesab edirlər, onlar hər hansı bir dialogdan gedəmez. Yəni, dolayısıyla məsələ hərbi taktikadan, gücdən getmir. İran daxilində, İran siyasi dairələrində görünməyən, amma çox ciddi problemlər var. Bəli, müharibə bu problemi hardaca örtbasdır edir, hardaca, bilirsiniz, burada bir demirəm yaxşıdır, pisdir, yenə də biraz daha obyektiv olmağa çalışacağım bu məsələdə. Amma bir, belə deyim də, müsəlman həmrəyliyi deməyim, amma az da olsa təəssübkeşliyi var. Yəni, heç kim istəmir ki, bir müsəlman ölkəsi pis və ya da yaxşı siyasəti yanlış olsa belə, səhv olsa belə, İslam ölkələrinə, müsəlmanlara qarşı səhv olsa belə, İsrail və Birləşmiş Ştatlar tərəfindən cəzalandırılsın. Məsələ, bax, bundan ibarətdir. Bugün heç bir müsəlman ölkəsi İran rejiminin Livanda, Yəməndə,
Filistin'de, Suriye'de, daha doğrusu Irak'ta ettiği belediyede o qırğınları, o faciələri, o siyasi xəyanətləri unutmayıb. Amma bütün bunlara baxmayaraq, bilirsiniz, burada pis və daha pis tərəf var da. Yəni pis İslam dünyası üçün qəbul olunan bir İran var və daha pis qəbul olunan bir nə var? Birləşmiş Ştatlar və İsrail. Yəni ən azı belə bir imic yaradılıb. Yenə deyirəm, biz bu pisdir, yaxşıdır məsələsinə qarışmırıq, amma reallıq bundan ibarətdir. Suala gəlincə dövlətlər bundan istifadə edəcək. Mən Rusiya məsələsinə bir şey toxunmaq istəyirəm. Bilirsiniz, Körfəz müharibəsi başlayanda Liviyada hamı düşünürdü ki, elə Rusiya axıra qədər, elə Bəşər Əsədin özündə belə hamı düşünürdü ki, Ruslar öz müttəfiqlərini, Rusiya deyək, Ruslar deməyək, buraxmayacaqlar, onlara sona qədər dəstək verəcəklər. Olmur. Bu belə deyil. İqtisadi maraqlar, milli maraqlar bir çox şeyin önündədir. Hər zaman belə olub. İran üçün də belədir. Baxın, mən sizə bir kiçicik bir misal gətirim. İran İsrail ilə, üzr istəyirəm, Birləşmiş Ştatlarla şərtlərini açıqladı. Düzdürmü? Bir neçə ona yaxın bənd var idi. Siz o bəndlərin içində bir dənə də olsun Fələstinlə bağlı bənd gördünüz? Yox. Yox. Məsələ nə idi? Livandakı Hizbullaha toxunulmayacaq. Təbii ki, digərləri də vardı. Yəmən, Bağdadda olan Haçlı Şaibi və s. Bir dənə də olsun Fələstin bəndi məsələ müzakirəyə gətirilmədi. Niyə? Bu da dolayısıyla əslində İsrailə bir siqnaldır ki, baxın, biz Fələstin məsələsindən vaz keçə bilərik. Yetər ki, bizim milli, dini və imperial maraqlarımıza, təbii ki, bu biraz improvizə olunan sözdür, imperial maraqlarımıza toxunan olmasın. Yəni, məsələlərə bu cür yanaşmaq lazımdır. İran qalib deyil. Birləşmiş Ştatlar da deyil. Amma səhərsi gün necə olacaq? Hansı istiqamətdə münaqişə davam edəcək? Bilirsiniz, sabah görüş olmalıdır. O görüşdə Tehran iştirak edəcək, etməyəcək. Yəni, bütün bunlar təbii ki, aydın olacaq sabahdan etibarən. Aydındır. Çox təşəkkür edirəm.